Ətrafındakı hər kəsin sənin necə bir qadın olmalı olduğun haqqında bir fikri var. Əsasən də bu fikirlər qadın olmayanların dilindən çıxır və sifarişə bənzəyir. Güclü ol, müstəqil ol, uğurlu ol, amma həm də zərif ol, uyumlu ol, sədaqətli ol, məlahətli ol. Qadın olmaq başqalarından öyrənə biləcəyin bir şey deyil. Bu sənin ruhunda, fitrətində var. Sadəcə özünü tanıyaraq, dinləyərək, anlayaraq gerçəkləşdirə bilərsən. Heç kimə, heç nəyi sübut etməyə borclu deyilsən. Amma özünə, var olduğunu hiss etdiyin bir həyat borclusan. Rolların çoxdur, bilirəm. Ana, bacı, övlad, həyat yoldaşı, işçi və bir çoxu. Qorxma, bu rolları icra etmək üçün ehtiyacın olan hər şeyə sahibsən. Sadəcə içində gücünü ondan aldığın bir balaca qız uşağı var. Onun hisslərinə, qorxularına, ehtiyaclarına qulaq versən, onu doyurduqca gücləndiyini hiss edəcəksən.